bir dəfə də belə bir şey olmuşdu. Çörək otu yağını çəkirdik, Elşən çəkirdi. Onun da sifarişi var idi. O gəldi, bilmirəm necəsə oldu. Bilmirəm mənim əlimdəydi, bu töküldü yerə. Bizim də artıq, yəni ancaq gümanımız o qara çörək pulunda, yəni qara çörək yağının, çörək otu yağının həmən sifarişi gözləyirdik. Sifarişi gözləyir, onun pulu gələcək və bunu nəsə eləyəcəyik. O da töküldü yerə. İndi elə gülüb ağlayıram ki, Elşən, bax, ümidim buna idi, bu da getdi, bəs nə olacaq? Dedi, yox, narahat olma, hövsələli ol, səbirli ol. Yəni, olub bizim də indi düzü gülə-gülə danışdığımız halları... Yox, çətin günlər çox oldu. Çox çətinliklə oldu. Amma ki, yenə deyəcəm, səbirlə o işlərin öhdəsindən gəldik. Bir də nə? Qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birinə başa düşmək. Məsəl üçün, onda Elşən deyə bilərdi ki, yox, artıq bəsdir, biz burada dayanaq. Mənim harada olmasa neft daşlarında işləyir, bizim müəyyən qədər maaşı alır, biz bu maaşla dolana bilərik. Axı biz də bu işi qurmaq üçün kreditə girmişdik, biz elə maaşın yarısından çoxu kreditə gedirik, necə dolanacağıq? Yenə də danışırdıq ki, buradan deyirdik ki, yox, artıq bəsdir, bunu eləməyəcəyik. Yenə təzədən dedik ki, yox, axı biz iş qurmaq, məqsədimiz var. Məqsədə çatmaq üçün də nə qədər yıxıldıq da təzən bir də durduq, yıxıldıq, təzən bir də durduq.